Salam dəyərli izləyicilər. Sizə bu günləri yeni fərqli deseni təqdim edəcəm. %100 təmiz pambıq, rəngi çıxmayan və tiftik etməyən məhsuldur. Dəyərli izləyicilər, videonu bəyənməyi, like etməyi unutmayın. Azərbaycan istehsalıdır, %100 təmiz pambıqdır. Mən Bəhruz, sizi salamlayıram hər birinizi. Bəyənməyi unutmayın. Dəyərli izləyicilər, əgər belə videoların çox gəlməsini istəyirsinizsə, zəhmət olmasa direktə yazmağı, kanala bəyənməyi, abunə etməyi unutmayın. Hər birinizi ünvan Sədərək Ticarət Mərkəzinə gözləyirəm. 5, 6, 7, 8, 9, 10. Bu YouTube'dan bizə sifarişimizdir. Metrinə parça istədi. Allah xeyrin versin hər iki nəfərə. Barəkdir. İndi isə sətini kəsəcəm. Dəyərli izləyicilər, bu da sətindir. Yumuşaqdır və rəngi solmayan, tiftik etməyən, qırağında da yazısı var. 2, 3, 4, 5, 6, 7, 8, 9, bu da 10. Gözəl məhsuldur, %100 təmiz pambıqdır. Parçanın kəsimində isə bizə etibar edin. Kəsim səsinə baxın. Allah xeyir versin. Ardı gəlsin inşallah. Bir də bizi bəyənməyi, kanala abunə etməyi unutmayın dostlar. Allah hər birinizdən razı olsun ki, bizi izləyirsiniz. Başqa çeşidlərimiz də var. Baxın dəyərli izləyicilər, bir-birindən gözəl, fərqli desenləri sizə təqdim edirəm. Hər birisi Azərbaycan istehsalıdır. Siz də bizə qoşulun. Belə parçalardan yararlanın dəyərli izləyicilər. Ünvan Sədərək Ticarət Mərkəzi. Bəyənin, direklərdə yazın, məhsul haqqında sizə ətraflı məlumat verim. Rəngi solmayan, cana xeyir olan, tiftik etməyən, dərini qıcıqlandırmayan. Hər kəs yerli mal alsın, xeyir vətənə qalsın. Şüar altında irəliləyən topdan və pərəkəndə satış mövcuddur. Ünvana gəlib baxa bilərsiniz. İstədiyiniz ölçünü sifariş edin, biz sizin üçün tikib yollayaq dəyərli izləyicilər. Baxın, hər birisi bir-birinin gözəl məhsullardır. Yaxından da çəkirəm ki, siz məhsullar haqqında ətraflı məlumatınız olsun dəyərli izləyicilər. Topdan və pərəkəndə satış mövcuddur. Kanala bəyənəyin ki, canlımız və baxış sayımız artsın. Allah hər birinizi qorusun. Sağ olun, var olun. Bizi izləməkdə davam edin. Bizi izləyin ki, biz sizin üçün belə videoları qarşısına çıxarda bilək.